Salamlayıram hər birinizi. Bugünkü dərsimiz həndəsə optika olur. Deməli, həndəsə optikada uşaqlar tərəfindən biraz çətin qəbul olunduğundan, deməli, diqqətlə dinləsəniz, bir neçə məsələnin həllini tapacaqsınız. Deməli, göründüyü kimi işıq sürəti 3,10^8 metr/saniyədir. Uşaqlar, iki cür sındırma əmsalı var, ondan tanış olaq. Deməli, birinci mütləq sındırma əmsalı, digəri nisbi sındırma əmsalı. Mütləq sındırma əmsalı deməli işığın mühitdəki sürətinin vakuumdakı sürətindən neçə dəfə az olduğunu göstərir. Məsəl üçün n bərabərdir c bölək v-də c vakuumdakı sürətidir işığın, v isə mühit daxilindəki sürətdir. Məsələn, c-ni havada götürə bilərik, v-ni isə havadan suya keçərkən. Vahidi yoxdur. Deməli, işıq şüası vakuumdan digər mühitlərə keçdikdə sürəti azalır. Baxaq, v bərabərdir c bölək n-dən qeyd eləsək, n artdıqca v azalacaqdır. Deməli, yadda saxlamaq olar ki, onda işığın ən böyük sürəti vakuumda, yəni biz havada da qəbul edirik, havada. Bu zaman digər mühitlərə keçdikcə azalacaqdır. Məsələn, havadan suya keçsə, mütləq ki, işığın sürəti azalacaqdır. Yəni, optik sıxlığı az olan mühit hava qəbul eləyək. Digər mühit, optik sıxlığı çox olan mühit, məsələn, suya keçdikdə sürəti və lambdası azalır, lakin period və tezliyi dəyişmir. Bunu biz eyni şəkildə mexaniki rəqslərdə, bundan əvvəlki mövzu olaraq elektromaqnit rəqslərində demişik. Digər tərəfdən qeyd edə bilərik ki, deməli, yazsaq buradan, lambda bərabərdir. Lambda 0 bölək n. Lambda da hal-hazırda n ilə, yəni bunun deməli sındırma əmsalından tərs asılıdır. Digər halda nisbi sındırma əmsalı. Nisbi sındırma əmsalı mühitlərin sındırma əmsalları nisbəti. Vahidi yoxdur. Məsəl üçün, indi aşağıda müşahidə edəcəyik. Burada bəzi qeydlər olunub. Deməli, n bərabər c bölək v-dən v-nin yerinə s bölək t yazarıq, yəni d bölək t kimi olacaq. Nicat düsturu n bərabərdir c t bölək d. Burada kiçik qeyd var, deməli sürət lambda alfa bir-biri ilə düz asılıdır, amma n ilə tərs asılıdırlar. Deməli, qəbula da düşür burada qeyddən müşahidə olunur ki, 90 dərəcə iki mühitdə ayıran sərhəddə şüa düşsə, istiqamətini dəyişmədən düz gedəcəkdir. Burada istiqamət dəyişmir. Demək, havadan suya keçir. Sonra, digər məsələyə baxsaq, tutalım ki, belə bir sual tipi vardır. Uşaqlar, bax, bu narıncı ilə çəkilən qırıq xəttdə deyirik səthin normalı. Bax, bu hal-hazırda. Və bir işıq şüası salırıq buradan. Sonra işıq şüasının sındığını görürük və digər halda üçüncü mühitdə də sındığını görürük. Bunu necə təyin edəcəksiniz? Baxırıq. Bu səthin normalına, yəni iki paralel xəttdə hansı daha çox, belə deyək də, şaquli vəziyyətə yaxındır? N2. Deməli, N2 ən böyük olacaqdır. Yəni, mühitin sıxlığı, optik sıxlığı çoxdursa, sınması daha çox olacaq. Buna deyirik, deməli, optik sıxlığı çox olan mühit. Sonra daha dik olan N1'dir. Nəhayət N3 daha azdır. Ona görə yazırıq N2 böyükdür N1, böyükdür N3. Burada qeyd etmişdik ki, alfa ilə N tərs asıdır. Yəni, N böyükdürsə alfa kiçik olacaq. Ona görə alfa 3 böyükdür, alfa 1 böyükdür, alfa 2-dən. İndi ora bir bucaq da qeyd edə bilərik. Deməli, bu olacaq alfa 3, bu olacaq, deməli, alfa 1, bu olacaq alfa 2. Və burada qeyd etmişəm ki, n, deməli, v-dən, lambdadan, alfadan asılı deyil. Bir misal işləyək, tutalım ki, iki mühitdə ayıran sərhəddə 45 dərəcə altında bir işıq şüası düşmüşdür və o sınmışdır. Deməli, əgər daha diklənirsə N2 böyükdür, yəni N2 N1-dən böyükdür. Normalda bu 45 dərəcə getməli idi, amma biz 25 dərəcə almışıqsa, deməli 20 dərəcə meyl eləyibdir. Qayıtma qanunu, deməli uşaqlar, bax bu düşən şüadır, qayıdan şüa, sınan şüa. Buna deyirik düşmə bucağı,
qayıtma bucağı, qamma isə olacaq sınma bucağı. Deməli, buradan düşmə bucağını necə təyin edirik? Görürük ki, düşən şüa ilə normal arasında qalan bucağa deyirik. Yəni, bu digər tərəf deyil. Yadda saxlamaq lazımdır. Digər halda sinüs alfa bölünsün sinüs qamma bərabərdir n-ə. Yəni, qayıtma qanunu bu demək ki, düşən şüa, qayıdan şüa bir müstəvi üzərindədir. Deməli, o da bərabərdir n-ə. N də, bax, buradan yazmışdıq. N bərabərdir n2 bölək n1. O da bərabərdir c bölək v kimi də yaza bilərik. Tam daxili qayıtmanın əsas deməli, iki şərti vardır. Buna diqqət eləmək lazımdır. Qəbula da düşür. Deməli, iki mühitli ayıran sərhəd, səthin normalı. Birinci şərt ondan ibarətdir ki, burada n1 n2-dən böyük olmalıdır. Baxım görüm, qeyd olunmayıb. Qeyd edək. Deməli, n, yuxarıda qeyd olunubdur, burada var. Aha, burada var, bir də yazmaya ehtiyac yoxdur. Deməli, n1 böyükdür n2. Yəni, tam daxili qayıtmanın baş vermək üçün işıq şüası sudan havaya, şüşədən havaya, spirtdən havaya keçə bilər. Havadan digərlərinə keçsə, tam daxili qayıtma baş vermir. Deməli, burada ayrı-ayrı göstərmişəm. Qara rəngdən deməli göstərilən şüa digər, məsələn, havada sınmışdır. Burada ixtiyari şəkildə şüa göstərmək olar. Göy rəngdən görürsünüz, gəlib iki mühitdə ayıran sərhəddə düşüb. Buna deyəcəyik limit bucağı. Bax, burada alfa 0 göy ilə göstərmişəm. Göy rəngdən alfa 0 limit bucağıdır. Və narıncı ilə, yəni bucağı böyütsək, narıncı ilə düşən şüa artıq məsələn, suyun daxilinə qayıdıbdır. Deməli, tam daxili qayıtmanın baş verməsi üçün optik sıxlığı çox olan mühitdən az olan mühitə keçmək lazımdır. Digər ikinci şərti isə alfa, qeyd eləmişəm burada, alfa 0-dan böyük olmalıdır. Yəni, alfa 0 tutalım ki, 30 dərəcədir. Tam daxili qayıtmanın baş vermək üçün 30-dan böyük, məsələn, 31 dərəcə götürmək lazımdır. İşıq ötürən iş prinsipi buna əsaslanmışdır. Sinüs alfa 0 bərabərdir n. Buradan n-i tapa bilərik. 1 bölünsün sinüs alfa 0. Müstəvi güzgüyə baxaq. Müstəvi güzgüdə uşaqlar normal gündəlik baxdığınız güzgüdür. Səthi düz olan güzgüdür. Düşən deməli şüadır, qayıdan şüadır. Düşmə bucağı qayıtma bucağına bərabərdir. Bu nə deməkdir? D. Təsəvvürün ki, güzgüdə özünüzə baxırsınız. Rüstəm saçını düzəldir. Rüstəmdən güzgüyə olan məsafə D-dir. Güzgüdən xəyala qədər olan məsafə F-dir. Yəni, D F-ə bərabərdir. D F-dən düzdür. Siz güzgüyə yaxınlaşanda xəyalınız da yaxınlaşır. Vay o halınıza ki, siz yaxınlaşasınız güzgüyə, xəyal sizdən qaça və siz güzgüdən qaçasınız, xəyal da arxanızda gəlir. Təbii ki, belə şey müşahidə olunmur. Ona görə də siz güzgüyə yaxınlaşsaz, xəyalınız yaxınlaşır, uzaqlaşsaz, uzaqlaşır. Ona görə cisim məsafəsindən xəyal məsafəsi bir-biri ilə düz asılıdır. Bəs burada xəyal necə alınır? Görürsünüz, düzünə alınır, özü boyda alınır və mövhumi. Uşaqlar, mövhumi ilə həqiqi xəyalın növbəti dərsimizdə linzalarda da deyəcəyəm. Amma demək olar ki, əgər xəyalların kəsməsindən, belə deyək, qurmaq üçün həmin xətlərin kəsməsindən istifadə olunursa, buna mövhumi deyirlər. Amma xətlərin özü kəsişirsə, buna həqiqi xəyal deyilir. Deməli, xəyal alındı mövhumi, düzünə özü boyda. Test toplusunda belə bir sual var. Tutalım ki, bu düşübdür, sonra qayıdıbdır. Buna görə bu güzgüyə düşübdür, qayıdıbdır. Bax, bu düşmə bucağıdır, bu qayıtma bucağıdır. Riyaziyyətə görə bunlar bir-birinə perpendikulyarsa bucaqlar da bərabərdir. Məsələn, 30 dərəcə altında düşübsə, qayıdan da 30 olar. Gəldik çökük güzgü və qabarıq güzgüyə. Çökük güzgü və qabarıq güzgü. Çökük güzgüdən belə deyək də, qısa olaraq bəzi şeylər göstərmişəm. Əgər daxilə düşürsə, daxildən qayıdır. Daxilə düşüb, daxildən qayıdır. Yəni, çökük güzgünün fokus məsafəsi iki paralel şəkildə optik oxa deyək, gələn şüa sındıqdan sonra F-dən keçəcəkdir. Burada isə mərkəzə düşübsə, optik mərkəzə oradan geri qayıdacaqdır. Burada deməli, mən cisimin 5 vəziyyətini göstərmişəm. Deməli, şagirdim xəyal, deməli, C1 vəziyyətində durursa, boyda xırdadır.
C1 vəziyyətində durur və güzgü də özünə baxır. Uşaqlar, bu normal müstəvi güzgü deyil. Bu belə deyək də çökük güzgüdür. Yəni içərdən baxacağıq. Balaca boy deməli xəyal cisim bir yəni durur bu vəziyyətdə. Bu məsafəni təyin edək. Deməli bax, optik mərkəzin F-ə qədər fokus məsafəsidir. Buradan bu güzgünün bax bu imeni kəsişən nöqtəsindən bura qədər 2F, yəni 2 qat fokus məsafə. Yəni siz bura 1 metr desəz, buradan bura 2 metr olacaq. Xəyal durubdur, deməli 1 metr, 2 metr, tutalım 3 metrdə durubdur. Özünü necə görür? Xəyal güzgüyə baxır, təəssüflənir. Çünki boyu xırda idi. Burada lap xırda alınıbdır, yəni kiçik alınıbdır. Xəyal necə alınacaqdır? Burada qeyd eləmişəm, kiçildilmiş həqiqi tərsinə. Həqiqi olmaq odur ki, bax, buradan bir şüa düşüb F-dən keçirsəniz və buradan bir şüa gətirib buradan, yəni o şüaların özləri kəsişir. Bir də var uzantıları çəksə. Deməli, xəyal məsafəsi harda oldu? F-dən böyükdür. Yəni, baxın, F-dən böyükdür, amma 2F-dən kiçikdir. İkinci halda nə olacaq? Xəyal deməli güzgüdə özünə baxır, tutalım ki, və biraz gülümsəməyə doğru gedir. Baxır ki, özü boyda alınıbdır. Xəyal kiçildilmiş yox, özü boyda alınıb. Özü boyda tərsinə həqiqi. D bərabərdir 2F odur ki, bax, xəyal burada 2F-də, yəni 2 metrdə durub. Xəyali isə alınır. Yenə 2 metrdə. Artıq xəyal belə deyək də risk eləyir. Deyək, biraz da güzgüyə yaxınlaşın. Bəlkə xəyalın böyüdür. Yaxınlaşır bura. Baxır ki, həqiqətən də xəyalı böyülür. Xəyal 3, deməli, böyüdülmüş tərsinə həqiqi. Məsafələr burada göstərilibdir. Xəyal sevinir və gəlir F-ə, F nöqtəsinə. F nöqtəsində nə qədər baxır, özünü görə bilmir. Yəni, sonsuzluqda alınır. Deyir, qoy, biraz da yaxınlaşım. Yaxınlaşır güzgüyə tərəf, görür ki, artıq yenə xəyalı böyüyür. Burada uşaqlar xəyal 5 alınmışdır. Necə alınıbdır? Əgər biz bunların hamısına biz həqiqi dedik. Bax, burada alınan 3 xəyalın üçünə də həqiqi dedik. Digər xəyal isə çökük güzgünün elə bir sanki içində deyil. Eşiyində alınıbsa, yəni çölündə alınırsa, mütləq ki, möfumi olacaqdır. Ona görə 5-ci halda deməli, möfumi, düzünə və böyüdülmüş alınır. Bu əzbər üsuludur. Baxın, bir də deyirəm, C1, xəyal 1, C2 öz yerində, C3 güzgüyə yaxın xəyal 3 uzaqlaşdı, C4 də alınmadı, C5-də isə kənarda alındı. Bunun digər üsulu düstur üsuludur. Baxın, F bu xəyallardır, D cisimlərdir. Xəyal bayaq C1-də durduğunda, bax 1 metr, 2 metr, 3 metr, D-nin yerinə 3 yazıram. 3 bölünsün, 3 çıxaq 1, 2, 2-də 3, 1 onda 5. Xəyal alındı 1 onda 5-də, məsəl üçün onda 5-də, 1 onda 3 də ola bilər. Sonra xəyal 2F-də oldu, yəni D-nin yerinə 2 yazacam. 2 böl 2 çıxaq 1, 2. 1, 2. Sonra deməli 1 onda 5 yazdım. 1 onda 5 bölünsün. 1 onda 5 çıxaq 1. 1 onda 5-də 0 onda 5 evində 3 alıram. 1, 2, 3. C4 1 metrdir. 1 bölsün 1 çıxaq 1. Sonsuzluqda alındı. 1-i 0-a bölə bilmədiyimizdən sonsuzluqda. Bir də 0 onda 5 yazıram. Çünki F-dən kiçikdir. 0 onda 5 bölünsün. 0 onda 5 çıxaq 1. Deməli eləyəcəkdir mənfi. Mənfi elədiyinə görə burada da mənfidə, yəni sağda alınacaqdır. Özünüz də hesablaya bilərsiniz. Digər üçüncü, yəni belə deyək də, indi biz bunun düsturundan baxdıq, lorusundan baxdıq əzbəri. Bir də xəyalın qurulması iləndir. Uyğun olarsa nə vaxtsa, vaxt olmadığından mən onu da paylaşa bilərəm. Burada məsəl üçün birini göstərirəm sizin üçün. Qırmızı ilə C1-i qurmaq istəyir. C1-dən gələcək bura doğru. Bax, yuxarıdakı görürsünüz, bax, burada F-dən keçibdir. Gələcək F-dən keçəcək. Sonra bir şüa, bax, burada göstərmişəm. Mərkəzdən gəlib, mərkəzdən qayıdır. Gəlirik bura doğru. Sonra bura tərəf qayıdırıq. Bax, görürsünüz, xəyal alındı burada. Bax, bu şəkildə də ala bilərik. Sonra qabarıq güzgüdə isə xəyal həmişə xəyal deməli güzgünün təpə nöqtəsi ilə fokus nöqtəsi arasında alınır. Bax, burada göstərirəm. Cisimin bir vəziyyəti var, xəyalın da bir vəziyyəti var burada. Yəni topluda düşəcək.
deməli, burada şüalar düşür, paralel düşür, sınır qayıdır və onun uzantıları kəsirsə, deməli, uzantı kəsişəndə mövhumi olunur. Baxın, xəyal həmişə kiçildilmiş, düzünə və mövhumi olmuş. Şagirdim xəyal həmişə üzgündür, sökük güzgüdə, çünki boyu normadan kiçik görsənir. Düsturla da tapa bilərsiniz bu şəkildə. Yəni, burada bir dənədir. Burada 5 dənədən danışdıq. Burada isə cəmi bir dənədir. Yadda saxlamaq olur. Və cisim güzgüyə yaxınlaşırsa, xəyal yaxınlaşır, böyüyür və ya əksinə. Birini göstərə bilərik. Məsəl üçün, güzgüyə yaxınlaşır. Tutalım ki, bu şəkildə yaxınlaşdı. Bu da biraz yaxınlaşır, neyniyir? Böyüyür. Yox, əgər uzaqlaşacaqsa, bu da uzaqlaşır, kiçilir. Bu şəkildə də yadda saxlamaq olar. Növbət dərsdə topla.